Bir gecədə yuxusunda Allahı gördüyünü deyib, ölkədəki bütün Asiyalı zənginləri qovan, insanları timsahlara yedizdirən və özünü rəsmən Uqanda Fatihi elan edən bir dövlət başçısı. Xeyr, bu bir film personajı deyil. Bu, bütöv bir ölkəni qorxu içində saxlayan Uqanda diktatoru Idi Amin'dir. Idi Amin 1925-ci ildə Uqandanın şimal-qərbində yoxsul bir ailədə doğulmuşdu. Uşaqlıq illəri çətin keçdiyi üçün təhsilini davam etdirə bilmədi və gənc yaşlarında Britaniya müstəmləkə ordusuna qoşuldu. 1971-ci il yanvarın 25-i Uqandanın taleyi kökündən dəyişdi. Ölkə prezidenti Milton Obote xaricdə rəsmi səfərdə olarkən Idi Amin hərbi çevriliş edərək hakimiyyəti ələ keçirdi və demək olar ki, heç bir ciddi müqavimətlə qarşılaşmadan dövlət başçısı oldu.